Əslində bu İranda son etirazlar və ayaqlamaların bir çox səbəbi var və bir çox səbəbindən danışa bilərik. Amma biz hadisənin necə baş verdiyinə baxsaq və o etirazlarda önə çıxan söyləmə baxsaq, yəni hakim ən gözə çarpan söyləmə baxsaq, biz görürük ki, qadın məsələsi birinci hakim söyləndi, cinsiyyət məsələsi və qadın haqları və bildiyiniz kimi bu 22 yaşlı Məhsa Jinanın ölümü ilə bağlı oldu bu etirazlar və o Məhsanın komaya düşməsindən sonra bunun xəbərləri sosial mediada yayıldı və bir həssasiyyət yaratdı. Çünki İranda bir neçə ildir ki, bu hicaba qarşı İran hicab polisinin qadınlara olan şiddəti sorunlaşdırılır toplumda və belə bir söyləm var idi. Onun üçün toplumda da belə bir hazırlıq var idi bu etirazlara. Sonra bu etirazlar Kürdistandan başladı və İranın bütün yerlərinə yayıldı. Öğrencilər də böyük rol oynadılar, qadınlar böyük rol oynadılar. Biz bu etirazların əslində dediyim kimi səbəbi bu qadınlara olan İranda sistematik cinsi ayrımcılıq görə bilərik, cinsi şiddət görə bilərik. İran sistemi, siyasi sistemi, etnik, cinsiyyət, dil, din, məzhəb və seksualite kimi başqa ayrımcılıq və ideolojik sistemlər üzərində yaranmış. Yəni bu sistemdə necə ki təkdilli bir sistem vardır, fars dili təkdillidir, qeyri və digər azınlıqlaşdırılmış dillər bu sistemdə, bu dövlətdə, bu ölkədə yer verilmir. Cinsiyyət də bu sistemdə ayrımcılıq üzərində tərif edilmiş və İran dövləti, İran ideolojik, politik sistemi belə tərif edilmiş ki, qadınlar ikinci dərəcəli bir vətəndaşdırlar. Onlara qarşı siyasi, ictimai, huquqi, sistematik və nəhadini olmuş, qurumsallaşdırılmış bir baskı uyğulanır və bilirsiniz, onlar rəhbər ola bilməz, siyasi yerlərə çıxa bilmirlər. Biz İranda qadın kültürel sahələrdə görmürük, qadın xanəndə biz yoxdur, belə bir izin verilmir. Yəni hər yerdə məhdudlaşdırılır və bu məhdudiyyətlərin də biri də qadınların vücudundadır, qadınların bədənindədir. Onlara hicab adı altında tətbiq olunur. Yəni qadınların necə geyinib geyinməməsinə siyasi ideolojik dövlət qərar verir və tərif edilmiş hicab və buna görə də bir hicab polisi yaratmış və qadınları gündəlik şiddətə məruz qoyur, sistematik olaraq da. Və qadınlar küçələrə çıxanda, xiyabanlara çıxanda bu polislərlə, məhdudiyyətlərlə, baskılarla üzləşirlər, bunlar həbs edilirlər və təəssüflə bəzən də belə ölümlərlə sonuçlanır bu həbslər və millət bu məhrumiyyətə, bu qadınlara olan bu baskıya, məhrumiyyətə qarşı qadınlar illərdir mübarizə edir və söyləm yaradırlar. Özəlliklə bir neçə ildə bunu sorunlaşdırılmışlar və biz eyni halda biz bu etirazların Kürdistandan çıxması da önəmlidir. Çünki orada Kürdlər də etnik azınlıq olaraq baskılarla üzləşirlər. Onların da etnik azınlıq olaraq məhdudiyyətlər, ayrımcılıqlara etirazları var idi. Məncə bu etirazlarda onun da rolu var idi. Onlar da fürsət etiraz etdilər bu məsələdə. Çünki qadınlıq sadəcə o bir baskı şeylərlə ilişkilidir. Din, məzhəb, klas, etnik, onun da rolu var idi və biz bunun sonucu etirazlar başqa yerlərə yayıldıqdan sonra insanlar bu qadınlara olan baskı ilə bağlı şüarlar səsləndirdilər və buna son verilməsini istəyirlər. Və bu fərqli kontekstlərdə baş verdi, bu fərqli şəhərlərdə baş verdi. Və Azərbaycanda da bu etirazlara qatılıldı. Azərbaycanda da yenə cinsi ayrımcılıq, qadınlara olan baskılarla bağlı şüarlar səsləndirildi. Eyni halda Azərbaycanlılar da türklərə qarşı dil və etnik ayrımcılıqla qarşı da öz etirazlarını bildirdilər və onlar azaldıq milli hökumət kimi şüarlar səsləndirdilər. Əlbəttə ki, bu son etirazlar sadəcə qadın baskısı ilə bağlı şüarlar səslənilmədi. Eyni halda İranda olan diktatorluq, azadlıqların qısıtlanması və baskılarla bağlı da şüarlar səsləndirildi. Çünki qadınlar, etnik azınlıqlar
və fərqli düşünənlər, devlətin, rejimin müntəqidləri siyasi, politikal arena və mühit fəza tapa bilmirlər ki, öz etirazlarını bildirələr və bunun da səbəbkarını İranda olan diktatorluq və azadlığa olan baskı görürlər. Onun üçün ki, bu rejimin qarşı siyasi baskılarına da etirazlarını bildirdilər. Ölüm olsun diktatora, Xameneiyə qarşı şüarlar səsləndirdilər, Xameneinin posterini yandırdılar. Çünki bunlar yorulublar İranda bu baskı sistemindən. İllərdir davam edən baskı, həbslər, öğrencilərin həbsi, qadın fəallarının həbsi, etnik azınlıqların həbsi. Çünki o fəza bunlara verilmir. Bir də ki, bu etirazları yenə də kontekstdə görməliyik. İranda olan bu dediyim siyasi, ictimai kontekstdə. Bu siyasi, ictimai kontekstdə bir neçə ildir ki, etirazlar vardır. Mesela 2015'də Fitilə programı oldu. Türklər təhqir etdilər. Təbrizdə ona etiraz etdilər. Sonra 2017'də, 2018'də yenə İranda, Məşhəddə və İran bütün başqa şəhərlərində ekonomik krizə etirazlar olundu. 2019'da, 2020'də yenə benzin qiymətinin fiyatının artmasına etirazlar olundu. Sonra 2021, 2022'də Əhvazda etirazlar olundu su probleminə. Urmiya gölünə zaten 2011'dən, 2012'dən etirazlar olunur və ən sonda yayda, Zulayda etiraz oldu 2022'də. Və yəni İranda bir etiraz dalğası da vardır. Bu etiraz dalğasının da bildiğiniz kimi ictimai və siyasi, iqtisadi səbəblər var. Önemli səbəblərindən də biri İranda olan ekonomik krizdir. İran devləti sanksiyalarla üzləşir və İranda korrupsiyon vardır. İranda azadlıq yoxdur, siyasi baskı olduğu üçün bu İran milləti yaşadıkları həyat səviyyəsindən məmnun deyirlər. Qiymətlər bahalaşır, təvərrüm vardır, fəqr xəttinin altında yaşayan milyonlarca insan vardır və bunlar bu sistemin onların ehtiyaclarına cavab verməsi görmürlər, cavab ala bilmirlər və etirazlar illərdir ki, devam edir. Onun üçün bu kontekstdə bu etirazlar vardır. Bir də ki, başqa kontekstdə məncə sosial medianın roludur. İranda sosial medya devlətin kontrolundadır, televizyon, radyo. Amma sosial medya keçən illərdə İran millətinə imkanlar yaratmışdı, öz etirazlarını bildirsin. Yəni bu məhdud, bu fəzaya qarşı Facebook, Instagram, özellikle WhatsApp, yani bu etirazları da mobilizasyon olunmasında da sosial medyanın rolunu biz önə çəkə bilərik. Bu İranın gələcək siyasi arenasını necə etkiləyəcək sorusu məncə çox etkiləyəcək. Özəlliklə cinsiyyət və qadın məsələsinin gündəmə gəlməsi çox önəmlidir bu etirazlarda. Yəni qadın məsələsinin, cinsiyyət məsələsinin siyasiləşdirildi. Zaten siyasidir. Amma bəzən bir sorun olur, onu sorunlaşdırmaq gərəkir. Yani İran devleti illərdir onun ideolojisi sistemi çalıştı ki, var olan cinsiyet ilişkilerini ve bu haksızlığı, bu zulmü normallaştıra, normal göstərə, təbii göstərə. Amma bu etirazlarda, bu şüarlarda yeni bir söylem ortaya çıxdı ve bu da ki, qadınların haqqıdır ki, istədiyi kimi geyinələr, qadınlara olan baskılar son verilməlidir və İranda var olan bir cinsi baskı gündəmə gətirildi. Zaten gündəmə gətirildi, amma böyük səslə, sərasəri olaraq gündəmə səsli. Bu çox önəmlidir. Bu birinci cinsiyyəti yenidən tərif edir, yenidən yaradır. Bu yaratma, bu əzilmişlərin, səsi bastırılmış toplumun, qadınların və tərəfindən olur. Yəni bir devlət tərəfindən üstdən aşağı tərif edilmiş ideolojik, siyasi, dini bir tərif vardı qadınlarla bağlı. Bir də ki, insanların bu haqları üzərindən, azadlıqları üzərindən tərif edilmiş, eşitlik bir söyləmiyle tərif edilmiş və bu çox önəmlidir. Bu söyləm hər halda İranın siyasi, politik aktivizminə də girəcək və onları məcbur eləyəcək ki, bundan sonra İranda demokratik özgürlüklər, haqq və ədalət yolunda fəal qruplar bunu
önəmini anlayalar və bilərlər ki, İranda hər dəyişiklik bu məsələləri gündəmdə saxlamalıdır və qadınlar məncə daha çox siyasi gündəmə gələcəklər, siyasi rol oynamaqda onların səsi gücləndi, onların siyasi söyləmləri gücləndi. Bu çox gözəl bir məsələdir. İrandakı opozisyon qruplar bundan sonra bu etirazlarda necə rol oynayacaqlar, bunu hər halda zaman göstərəcək. Amma önəmlidir ki, bu İrandakı fərqli opozisyon qruplar əgər gerçəkdən həqiqi bir və köklü bir və hər kəsi kapsayan bir dəyişiklik istəyirlərsə, fərqli qrupların ehtiyaclarını, istəklərini eşitsinlər, dinləsinlər və onların hamısının iştirakı ilə bəlli bir siyasi gələcək üçün hazırlansın, söyləmlər hazırlansın, danışıqlar olsun. Məsələn, İranda fərqli etnik qrupların olan baskılar vardır. Onların haqları tapdalanır, dil haqları, ekonomik, environmental, çevrə məsələləri vardır və bunların, məsələ Urmiya gölü vardır, türk dilində İranda, onun tədrisi, təhsili, assimilasyona qarşı, türklərə olan aşağılama, təhqir, görməzdən gəlmə. Yəni bu, Azərbaycanda olan bu səslər, bu istəklər İranın digər siyasi qrupları və siyasi hərəkətlər tərəfindən bunlar eşidilməli, danışılmalı və bunların qapsayan bir siyasi mübarizə məncə olunmalıdır ki, yəni fərqliliklərlə birlik yaradalar, hər kəs fərqliliyini qoruyaraq. Yəni heç intizarı olmasın ki, Azərbaycan öz istəklərindən vaz geçsin, öz şüarlarından vaz geçsin. Yəni sadəcə bir birlik adına. Elə bir şey birlik olmaz. Birlik o zaman olar ki, fərqlilikləri biz eşidək, dinləyək. Bu çox önəmlidir İran gələcək. Əgər belə bir şey olursa, belə bir istək, çaba olursa, belə bir şeyin əhəmiyyəti olursa, məncə etirazlar daha güclənə bilər gələcəkdə. Daha güclənəcək, daha effektiv ola bilər. Amma əgər bu fərqlilikləri qəbul etmək, ehtiyacları qəbul etmək olmazsa, məncə biraz çətin olacaq İranda dəyişiklik gətirmək. Biz sizin sualınıza getmədən öncə ikinci sualınıza bir artırma da istəyirdim, ona əlavə edəm. O da bu etirazların sonucu nə olacaq? Yəni dediyim kimi bu etirazlar qadın məsələsini, cinsiyyət məsələsini legitimləşdirir və ona fəza açacaq. Və bu Azərbaycan hərəkatı və türklərin mübarizəsində də məncə bu legitimik istəklər, məsələlər öz yerini almalıdır. Çünki biz görürük ki, nə qədər potansiyel vardır, nə qədər zülm vardır bu konuda. Yəni biz bunu görməzdən gələ bilmərik. Azərbaycan siyasi mübarizəsi məncə İranda gedən bu etirazlarda progressiv səslənən şüarlar, cinsiyyət haqları, azadlıqları, baskıya qarşı öz etirazını bildirməlidir və öz dəstəkini bildirməlidir. Çünki bunlar bizim ədalət yolunda mübarizəmizin bir parçasıdır. Yəni biz bunu ayrı görə bilmərik. Millətimizin ədaləti, toplumun ədaləti, cinsiyyəti biz ayıra bilmərik. Bunlar hamısı bir-biri ilişkidir. Heç birisi bir-birinə üstün deyil. Bunlar ilişkidir, önəmlidir. Onun üçün bu var olan etirazlara dəstəkini bildirməlidir. Bəluçistanda olan Bəluçlara qarşı, onların qadınlarına qarşı. Bunlar çox önəmlidir ki, biz dəstək verək bu tapdalanmış mübarizələrə, qadınlar mübarizəsinə. Eyni halda da biz bu etirazlarda öz söyləmlərimizi, öz şüarlarımızı, öz istəklərimizi ortaya qoymalıyıq. Çünki biz əgər gələcəkdə İranda fərqli dəyişikliklər olarsa, fərqli qrupların istəkləri orada öz şeyini tapmalıdır. Yəni orada ortaya qoyulmalıdır və hər bir dəyişik onu gətirməlidir. Bizim mübarizəmiz zaten bunun üçündür. Ona görə biz öz istəklərimizi, öz şüarlarımızı dil, etnik ayrımcılıq, Azərbaycanda gücün olması, bununla siyasi gücün olması tələbini etməliyik. Sonra eyni zamanda da bizim üçün bu öyrənmə bir fürsətidir. Yəni bu ictimai siyasi etirazlar. Bizim fəallar həm bu etirazlarda iştirak edərək öyrənirlər bu gedən etirazlardan. Həm biz siyasi aktivist olaraq
Misal üçün bizə bir belə ortamlar yaradır, fürsətlər yaradır ki, biz bu var olan siyasi gedişatı danışaq, təhlil edək və fikirləşək onun ətrafından. Və biz bundan öyrənirik. Bu etirazların söyləmlərindən öyrənirik, taktiklərindən öyrənirik və bizi düşündürür və biz bu öyrənmələrdə davam etməliyik, daha kritikal düşünməliyik var olan protestlərə, daha kritikal yəni söyləmlər yaratmalıyıq. Yəni onun üçün bir də öyrənmə fürsətidir ki, məncə bu çox dəyərlidir, bunun üstündə durmalıyıq. Biz dəyərləndirməliyik bu şeyi, eyni zamanda dediyim kimi baskılara öz etirazlarımızı bildirməliyik və səsimizi ortaya qoymalıyıq. Yəni heç pasiv olmamalıyıq, heç isolate geriyə çəkilməməliyik, ortada olmalıyıq öz sözlərimizlə, qorxmadan çəkinmədik.